Salam hörmətli izləyicilər. Bu gün əlimə bir video keçdi. Həmin video 2 il bundan qabaq paylaşım olub. Demək, hörmətli sənətkarımız Aybans xanım Həkimovun qardaşı Şahiq Həkimov həbs olunub. Belə ki, masajist adına insanlardan pul alıb ki, səni sağalacaq, müalicə edəcək, etməyib, pulu da belə mənziləyib və deyilənə görə birindən 13.000, birindən 400 manat, hətta onların arasında 50-10 şəxs də olub. Hansı uşaq iflic xəstəliyindən əziyyət çəkib, ona deyib ki, 10 gündə sağalacağını sağaltmayıb. Yəni, buna görə həbs edib. Mən əvvəlcə buna hüququn münasibət bildirməkdən qabaq bir hüquqşünas kimi, bir 50-10 şəxs kimi bir fikir bildirmək istəyirəm. Hamı bunu bilsin. Zəhmət olmasa videonu bəyənin və YouTube kanalına abunə olun ki, bunu hamı bilsin. Xüsusilə evində xəstəsi varsa, 50-10 şəxsi varsa, qoy bilsinlər. Vaxtı ki, mən də bir şəxs olduğuma görə, ev arabasında olduğuma görə, mənim də valideynlərim, yəni pul xərcləyib, masajistlər ki, bunu sağalacaq. Hər hazırda da mənim 43 yaşım var, ev arabasındayım. Yəni sizə belə bir şey deyim, qoy bunu hamı bilsin. Uşaq iflici xəstəliyindən belə deyək, yəni bu bir yeganə müalicə yolu odur ki, əməliyyat olunsun. Belə ki, həmin xəstəlik, hörmətli izləyicilər, onu qeyd edirlər. Beyin nahiyəsi başlayaraq düz onurğa sütununa qədər, yəni siqnalların getməsindən, yəni asılı olan bir xəstəlikdir. Harasa beyindən siqnal getmir, ona görə əldir, ayaqdır, bu işləmir. Ona görədir ki, yəni bunu ancaq belə siqnalı belə deyək, impulsu ancaq əməliyyat yoluna bərpa eləmək olmur, müəyyən hallarda ümumiyyətlə bərpa eləmək olmur. Bundan sonra masajistlər istifadə edir. Ay sən sağalacaqsan, ay yeyəcəksə. Və 10 gün masaj edir və mənim də başıma gəlib. 10 gün özü bir yaxşı hiss edirsə, 10 gündən sonra yəni, daha da yeriyə gedirsə. Bu niyə baş verir, onu qeyd edim. Sonra keçim hüquqi məsələyə. Masajın funksiyası ondan ibarət ki, əzəyə və damarları belə formada saxlayır. Yəni belə deyək də, ət qurumu insanın orqanizmində. O onun üçündür. Yəni insan formada qalsın. Amma heç bir müalicə əhəmiyyəti yoxdur. Ay insan gəzsin, ay mənə neynəsin. Mən sizə bir şey deyim. Sovet vaxtı məni 83-cü ildə məni həkimi əməliyyat edib, başımın arxa nahiyəsində sübhan olduğuma görə nerv sistemə toxunub. Yəni impuls getmir. İmpuls getmədiyinə görə mən gəzə bilmirəm. Əl arabasındayam. Yəni burada dəfələrlə mənim valideynlərim masaj elətdirib, bir neçə şəxs gəlib evdəyib, bir neçə şəxsin yanına gelmişəm. Yeganə Sovet vaxtı bir də rus qadın olub, o biraz məni qabağa verə bilib, o da sağlatma məqsədinə yox, biraz formada saxlama məqsədinə. Niyə? O da hərbi qospitala vaxtında deyənə görə həkim olub, yoxsa həkim köməkçisi olub, nəsə belə bir şey olub, başı çıxıb. O, ancaq məni belə deyək də, tək masaj etməklə yox, müəyyən dərmanlara, iynələr vurdu, müəyyən qədər qabağa verib. Digərləri isə gəlib mənə evdə hər bir müalicə edib, çıxıb gedib. Hətta biri var idi, gəlib sizə bir məzəli əhvalat danışım, hörmətli izləyicilər. Gəlib üstümə kərpiz yığılır ki, ayağının damarları açılsın. Kərpiz yığıldı, özü də əlindən belə dartırdı məni. Güya indi qaldır, oturur, uzadıyır, güya indi nəsə olacaq. Bir dəfə, iki dəfə, axırda mən gördüm ki, bu boş şeydir. Bu nətə əlindən dağıtırlarsa, mən birdən əlimi çəkdim. Bu birdən belə getdi, dəydi. Belə deyək də, evdə stenka var idi. Seyvan var idi, ona dəydi. Yəni ki, axırda mən həmin şəxsi evdən qovdum. Ki, məni aldatma. Burada niyə baş verdi? Mən həmişə umud edirdim ki, gəzəcəm, yeyəcəm, valideynlərim də umud edirdi. Bir dəfə Almaniyadan həkim gəlmişdi, Ağabey adında. Bəlkə tanıyasınız, müəyyən şəxsdə onu tanıyam. Daxili İşlər Nazirliyinin qospitalı. Atam bir də xod tapdı, məni qabına saldı və o qeyd edir ki, artıq gecikmişsiniz, bunun müalicəsi yoxdur, yeyeməyəcək. Mən də görürəm, axı evdə bu gəlib mənim masaj edib digər şəxs. Ona görə mən bildim, onu qovdum, dedim də masaj istəməm. Ondan sonra valideynlərimə tapşırdım ki, bir gördüm anamla atam söhbət edir ki, biz bunun gələcəyi üçün nə edib bu vəziyyətləri. Dedim, əgər istəyirsə, mənə köməyim oxuyum, bir savad alım, bir təhsil alım. Ondan sonra savad aldım, təhsil aldım,
2 dənə institut oxudum. Biri incəsənət tiyatroşünaslıq, digər Bakı Dövlət Universiteti Hüquq Fakültəsi hüquqşünas oldum. Bax, indi sənədim var. İndi azdan çox da insanlar zəng edib məsləhət alır, ərizələr yazıb verirəm. Yəni pensiyadan bir də onunla dolanıram. Şükür ki, o sənədi var. Yəni nəyəsə nail olmuşam. Yəni əziz valideynlər, əgər uşaqlarınız belə deyək də, əməliyyat yoluna və ya xəstəxanada müalicə yoluna bərpa olunursa, heç nə gözünə əla. Əgər olunmursa, məndən sizə tövsiyə. Ola bir sənəd verin, bir nəsə öyrədirim. Bax, mən özüm araşdırma aparmışam. Dünyanın 40 tanınmış əlilləri haqqında kitab hazırlamışam. Baxın görün, indi bu kitabı 20 manata satıram. Arzu edir şəxslər ala bilər. Baxın görün, o xaricdə əlillər necə yaşayır, bizdə necə yaşayır. Hər şey birinci evdən başlayır. Nəzərə alın, hörmətli izləyicilər. Baxın, biz araşdırma aparanda görürük ki, məsələn, Roosevelt Kayasqada olub, əlillər arabasında olub, amma dövləti idarə edib, iqtisadçı da hüquqşünas olub. Biz baxırıq görürük, Mövsüm ağa əlil olub, amma insanlara kömək edib. Yəni belə bir şeylər var. Biz baxırıq digər şəxslər var ki, hansı ki əlildir, amma elmi ixtirası var. Yəni belə bir şeylər var. Mən özüm də yeri gəlmişəm, Seyid ailəsində adam olmuşam, nəslimiz Seyiddir. Bir yandan mən də hüquqşünasam. Yəni görürsünüz ki, əlillər özlərinə nəsə bir şərait qurur. Bunu nəyə görə deyən, hörmətli valideynlər? Yəni özünüzü itirməyin ki, bu əlil qaldı ömürlü nətər olacaq. Ondan sonra bir şərait qurun. Mən də sevinərəm, əgər bir az da olsa bir xeyrin dərsə. Mən həmişə telefon nömrəmi olsa videonun izahı yerinə YouTube kanalına qoyuram, short bölməsində qoyuram. Kimsə nəsə sual verməsinizsə, istəyir hüquqi yardım, istəyir digər əlillərlə bağlı, ictimai təşkilatlarla bağlı buyurun. Hər zaman hazıram. Hörmətli izləyicilər, keçək Aybəniz xanımın qardaşına, Həşimova, Şaiq Həşimova həbs olunmuş. O əgər gəlib adi, masajist kimi Qubada, desədi ki, mən masaj edirəm, insanlar öz formasını saxlayırlar, onda həbs olunmazdı. Yəni gəlib deyib ki, mən sağalacağım, 100% garanti verəcəm. Bax, bu siz hüquqşünaslarda da var. Gəlirdi ki, 100% məhkəməni udacağam. Belə bir şey etmək lazım deyil. Söz vermək lazım deyil. Alırlar 5 min, 10 min, sonra da yerinə yetirmir, problem yaranır. Sadəcə deyilən ki, məsələn, mən müalicə edirəm, kömək almaqda, formada saxlayacaq. Və yaxud mən hüquqşünasam, ərizəni yazıram, nümayəndə kimi çıxış edirəm, mənim işləri görürəm, mənim zəhmət haqqım budur. Bunu deyim, insanları aldatmayın, əziyyət çəkməsinlər. Və də 3 il getdi, nəyə görə? Yəni yazıqdır da. Amma öz əməyin alsarı ki, günə məsələn 15 manatı, 20 manatı masaj edirəm, başqa məsələ. Yoxsa 13 min, 14 min almalı, bu dəhşətdir. Aldanmayın, uşaqlarınıza əziyyət verməyin. Hə, ola bilər ki, insan qəza keçirib, nəsə bir hadisə baş verib, vaxtında sağlanan adam olub, sonradan əlil olub. Hə, onu mənim əzələn bərpa eləməklə təzədən nəsə eləmək olur. Amma ki, birbaşa deyəm, uşaq iflicinin xəstəliyinə əziyyət çəkəndə əməliyyat olmadan, dərman olmadan, yəni irəli olmur. Masajla başınızı aldatmayın. Hörmətli izləyicilər, nəzərə alın. Yəni vaxtınızı səhv eləməyin. Ona həmin uşağa, həmin yaxınınıza, ailə üzvünüzə şərait yaradın ki, özünü dolandıra bilsin. Nəsə bir vəsait qoyun ki, ona bir çörək qazanmağa şans olsun, belə deyəcəm. Hörmətli izləyicilər. Mən biraz əsəbi danışdım. Yəni mənim də başıma dilin kimi elə şeyə gəlib. Mənim də valideynlərim inanım ki, bu sağalacaq, filan qədər pul verib və gətirib. O masaj elə bir şeydir ki, 10 gün xeyri olur, 10 gündən sonra xeyri olmur. Ümumiyyətlə, yadda saxlayın, tibbdə belə bir şey var. Mən özüm 40 yaşım var. 41 ildir, yəni ki, bu xəstəlikdən əziyyət çəkdiyimə görə araşdırma aparmışam. Yəni belə deyək, bu xəstəliyin artıq professor. Xəstəlikdə belə bir şey var. Əgər bir üsulla müalicə alırsınızsa, həmin müalicə 21 gün ərzində xeyir vermirsə, effekt vermirsə, onun mənası yoxdur. Başqa bir üsul axtarın. Aldanmayın, hörmətli izləyicilər.
Bir daha qeyd edirəm, insanlara kömək etmək məqsədilə mənim qapım da, telefonum da açıqdır. Buyurun. Kimin nə sualı varsa WhatsApp-a yazsın. Diqqətinizə görə sağ olun. Amma əvvəlcədən onu qeyd edin ki, artıq 26 ilə yaxındır. Qeyri-hökumət təşkilatı rəhbəri kimi təcrübəm var. 2009-dan hüquqşünas kimi təcrübəm var. Ondan qabaq əlvi olan şəxs kimi təcrübəm var. Buyurun müraciət edin. Diqqətinizə görə sağ olun. Sağ olun.